Mən yeriyən zaman yer ayağımın altından qaçır. Mən elə gəlir ki, mən yıxılacam. Başımda bir boşluq var. Persistent postural perceptual dizziness haqqında məlumat verirəm. Buna ingilis dilində PPPD də deyirlər. Bu axır zamanlar ədəbiyyatda yazılıb. Bu əsasən funksional baş gicərləmə sayılır. Yəni psixoloji növlərinə. Belə xəstəlikdə bunu araşdırmaq lazımdır. Organika var ya, organik yoxdursa bu funksional sayılır. Əsasən belə xəstələrin şikayətləri çox maraqlı olur. Onlarda belə bir fikirlər yaranır ki, mən yeriyən zaman yer ayağımın altından qaçır. Mən elə gəlir ki, mən yıxılacam. Başımda bir boşluq var. Hal həyəfalım yaxşı olmur. Ona görə yeriş zamanı buna çətinlik çəkirlər. Hətta bir adamdan tutaraq yeriyirlər. Düşünürlər ki, mən yıxıla bilərəm. Ən çox təşviş, həyəcan pozğunluğu olan insanlarda olur. Bir də vestibulyar aparatın xəstəlikləri sağalandan sonra psixoloji olaraq bunlarda ona bənzər təlqin halları yaranır. Bunlarda çox ciddi bir problem sayılmır. Müalicə əsasında tezliklə aradan qaldırmaq olur.